Hə, köhnələr, sabahımız xeyir olsun. Bir yaman keçirdim ben indi buradan. Birdən yadıma düşdü mənim ki, 90'lar idi. Təqribi 97-98. Mən həm burada tələbə idim, yəni ki, Hindi Neft və Sənaye Universitetində. O vaxtı Dövlət Neft Akademiyası gedirdi. Həm də ki, işləyirdim, çalışırdım, neysə eləyirdim ki, biraz pul qazanım da. Tələbəçilik həyatlıdır. Uşaqlarla geyib oturmaq üçün pul olsun. Düzdür, bu bir zarafatdır. Açığı belə, yəni mənə tanıyanlar bilirlər ki, mən artıq 15-16 yaşından evdə, yəni ki, öz ailəmin demək olar ki, başçısı olmuşam. Yəni ki, qazanmışam, pul qazanmışam ki, evdəkiləri dolandırım. Şükür Allah, pis də dolandırmamışam. Hə, keçək indi əsas məsələyə. Bax, burada görürsünüz, bu bizim dəmir yolu vağzalımızın girişidir də indi. Yəni ki, bax, bura keçmək, bax, bu hissədən içəri keçmək olur. Bakı dəmir yolu vağzalı. Əvvəl o vaxtı, 97-98-də, həmən bax, bu barmağımla göstərdiyim girişdən içəri keçən kimi sol tərəfdə bir dənə dükan var idi. Yemək məhsulları dükanı, yəni produkt dükanı, produktovi, belə deyək. Oranın da bir müdürü var idi, baba. Belə hündürboy bir belə kişi idi, belə interesli kostyumlar giyərdi, Bakılı idi. Baxanda onu elə bilərdin ki, bu hansısa bir aktyordur. Yəni necəsə bir ucu belə deyək də, hansısa bir ərəb aktyorlara, Hindistan aktyorlarına oxşayırdı. Belə at igolçki də, necə deyərlər, giyimi, keçimi, ayaqqabısı çox belə bir görkəmli bir adam idi. Boydakı hündür, nə boyda boyu var idi. Hə, bax o babanın yanına mən götürürdüm, mal təhvil verirdim. O zaman da mən Nurgün adlı bir şirket var idi, orada realizator işləyirdim. Yəni indiki dillə desə ekspeditor. Bax, indiyə kimi yadımdadır, Qaz 53 maşınla, Qaz 53-lə, düzdür, sürücü mən də öyleydim, bir İslam adlı oğlan idi, Qubadlıdan idi, bax, belə də oğlan idi ya. Maşınla baba o yandan bax, göstərdiyim yerdən Qaz 53-i dırmaşdırırdıq bax, bura barcura. Təsəvvür eləyirsiniz, bir maşın yağ, Türkiyənin istehsalı olan margarinlər, ona, luna, sabah, bax, belə boşaldırdıq bax bura, biliyorlar ki. Oradan sonra da babanın işçiləri gəlirdi, başlayırdılar onu daşımağa. Sonra da ki, baba həmən o bir maşın yağı paylaşdırırdı. Vağzalın içində, nə bilim, yer altıda, harda istəyirsən, kiçik-kiçik dükanlara. Yəni, o zaman bu Bakı vağzalı əməlli başlı böyük bir bazar idi bura. Başa düşürsünüz, burada yəni nə istəyirsiniz satırdılar, hər addım başı nə satılırdı. Düzdür, vəziyyət tam başqa idi, yəni indiki gördüyümüz kimi bu gözəllik yox idi. Bura demək olar ki, antisanitariya idi, milçəklər uçurdu, iyi basmışdı aləmi. Yəni, bir bərbad bir gündə idi bura. Amma görürsünüz də indi vəziyyət dəyişdi. Baxın, görün, bax, indi bu cürlə gözəllikdən keçirik, xatirələrimizi yadımıza salırıq. Bu qədər qəlbdən qəlbə Bakı Dəmir Yol Vağzalın ətrafından, qabağından.